Xəritə sxemə əsasən mümkün buxarlanmanın 200 millimetrdən 1000 millimetrə qədər olduğu əraziləri müəyyən edin. Ə, Biz ilk növbədə verilən ərazilərə bir nəzər salaq. İlk növbədə belə deyək ki, verilən ərazilərdə birinci biz ekvatora yaxın bölgələrdən başlayaq ki, burada biz gördüyümüz kimi 5 ərazisi ekvator boyu əraziyə düşür və bu ərazilərdə ümumiyyətlə illik mümkün buxarlanma miqdarı 1000-2000 millimetr arası ərazi olur ki, və bu bənd o demək ki, yanlışdır. Eyni ilə həmin bəndlər 6 və 2 üçün də yanlışdır, çünki 6 ilə 2 bəndləri səhra ərazilərinə düşür və səhralıq ərazilərdə də mümkün buxarlama, yəni buxarlama qabiliyyətinin kəmiyyəti 1000 millimetrdən daha yüksəkdir. Çünki bu ərazilərin orta temperatur çox yüksəkdir və buxarlama qabiliyyətinin də kəmiyyəti çox yüksək həddə çatır. Ona görə burada 2, 5, 6 bəndləri artıq bizim üçün yanlış bəndlərdir və biz bu bəndləri uzaqlaşdıraq və bizim burada gördüyümüz kimi doğru bəndimiz artıq ortaya çıxmış olur. 1 və 4 hansı ki bunlar əsasən mülayimliklərə düşür ki, bəli, bu ərazilərdə mümkün buxarlama kəmiyyəti 200-1000 millimetr arası ola bilər. Deməli, doğru bəndimiz 1, 4 olacaq.